Salam əziz tamaşaçılar. Bugün Salyan rayonundayıq. Gözəl bir ailənin qonağı olacağıq. Bəli, əziz izləyicilər, salamlayırıq, hər birinizi xoş gördük deyirik və saatlar əgər 17:10-u göstərirsə Doğma Dünya TV kanalında demək ki, Saadətlə Salam Azərbaycan verilişi efirdədir. Fatimə də bugün mənimlə bərabər olacaq verilişimizdə. Bugün biz əziz izləyicilərimiz Salyan rayonuna gəlmişik. Nəcəfovlar ailəsində Şəkərli kəndində qonaq olacağıq. Çox möhtəşəm, gözəl bir verilişimiz olacaq əziz tamaşaçılar. Hava da gözəldir burada, maşallah. Hər tərəfdə yamyaşıldır. Qardaşım çəksin, göstərsin. Cənnət kimi gözəl bir məkandayıq əziz izləyicilər. Salam Azərbaycana baxın. Mən istərdim ki, Nəcəfovlar ailəsinin ailə başçısına Ağsaqqala yaxınlaşaq. Yarım yandı qardaş, kölgədə dincəlirsən, yerim sən yandı qardaş. Vurulur sağ sola kür, qol uzadır xola kür. Vurulur sağ sola kür, qol uzadır xola kür. Damar kimi ayrılır, ana kürdən bala kür. Damar kimi ayrılır, ana kürdən bala kür. Cəllabad rayonunda yerləşən Cəllabad Multicarət Mərkəzi eviniz üçün ən ucuz və keyfiyyətli, yüksək elegant interyeri özündə əks etdirən zəngin, bol çeşidli məhsulların nömrə 1 ünvanıdır. Ofisinizə, evinizə və digər bütün məkanlara lazım olan bütün inşaat materialları, elektrik məhsulları, həmçinin cibinizə uyğun ən ucuz qiymətlərlə cehizlik aləmi, məişət avadanlıqları və tekstil aləmi, qab-qacaq və çılçıraq aləmi, uşaq aləmi və övladlarınızın vaxtını səmərəli keçməsi üçün uşaq əyləncə mərkəzi, ən əsası alış-veriş zamanı dincəlmək üçün restoran tipli gözəl bir məkan Cəllabadda, hamısı bir ünvanda. Cəllabad Mall Ticarət Mərkəzində. Əziz Cəllabad və ətraf rayon sakinləri, Cəllabad Mall Ticarət Mərkəzindən bütün məhsulları tək şəxsiyyət vəsiqəsi ilə zaminsiz kreditlə əldə edə bilərsiniz. Cəllabad Mall Ticarət Mərkəzi ucuz qiymətləri ilə sevindirir hər kəsə. Sünkar təbiət qoynunda yerləşən, sizin istirahətiniz üçün hər cür əlverişli şəraiti və yüksək səviyyədə xidməti olan Salyanda fəaliyyət göstərən Ulduz İstirahət Mərkəzi sizi nağıllar aləminə bənzər, mükəmməl, unudulmaz, fərqli istirahətə dəvət edir. Antik əşyalarla zəngin olan Ulduz İstirahət Mərkəzində sizlərə milli mətbəximizin təyamları geniş çeşiddə, yüksək keyfiyyətdə təqdim olunur. Özəl günlərinizi qeyd etmək üçün 120 nəfərlik banket zalı, həmçinin ailəvi və dostlarla qonaqlığı üçün xüsusi otaqlar sizin xidmətinizdədir. Ulduz İstirahət Mərkəzində fəaliyyət göstərən Uşaq Əyləncə Parkında övladlarınızın istirahəti üçün hər cür əlverişli şərait var. Bir sözlə, ilin bütün fəsillərində Ulduz İstirahət Mərkəzi sizlərə mükəmməl istirahət vəd edir. Ulduz İstirahət Mərkəzi ən gözəl yay istirahəti ilə sevindirir hər kəsi. Salyan rayonunda ən dadlı şirniyyatların ən mükəmməl ünvanı ləziz dadlı şirniyyat məhsulları ilə seçilib fərqlənən Boldad şirniyyat evidir. Boldad brendi altında milli, Avropa, Türk, Şərq və sair növ geniş çeşiddə yüksək keyfiyyətdə şirniyyat və desertlər hazırlanaraq müştərilərə böyük məmnuniyyətlə təqdim olunur. Həmçinin özəl günlərinizdə istədiyiniz dizaynda və dadda xüsusi şirniyyat və tortları sifariş verə bilərsiniz. Sevdiklərinizi və doğmalarınızı sevindirmək üçün Boldad Şirniyyat evindən şirniyyatlarla yanaşı fərqli özəl hədiyyələr də əldə edə bilərsiniz. Ünvan Salyan rayonu Xəlil Rza Ulutürk küçəsi. Əziz tamaşaçılar, mən istərdim ki, Nəcəfovlar ailəsinin ailə başçısı çox dəyərli Ağsaqqala yaxınlaşım. Salamlayırıq sizi, xoş gördük. Xoş gəlmişsiniz xanım, xoş gəldiniz. Adınızı öyrənək. Nəcəfov Misir. Gözəl hanım, xoş gördük sizi. Çox sağ olun. Necəsiz? Çox sağ olun. Allah razı olsun. Allah Adınızı öyrənək. Adım Mihbarə. Mihbarə ilə də salamlayıram əziz tamaşaçılar. Bu ailə ilə bağlı elə bir məqam var ki, mən istəmədim ki, kədərli notlara verilişimizin əvvəlində toxunaq. Həmin məqamı mən elə verilişimizin davamında qeyd eləmək istəyirəm. Mən doldum, yerim gözəldi, təki ağlama. Canım, canım sevgilim.
bağışla məni, səni tək qoydum vətən. Əziz izləyicilər, biz Salyan rayonuna yollananda gözəl bir çəkiliş planlaşdırmışıq dedilər Səadət xanım. Amma gələndə bizə məlumat verdilər ki, Şəkərli kəndində şəhidlərin sayı çoxdur. O şəhidlərdən biri də Nəcəfov İlkindir və bu ailənin oğul övladıdır. Tarixdə də belə bir deyim var ki, qəhrəmanları olmayan xalqın mənliyi bəlli olmaz. Həm birinci, həm də ikinci Qarabağ müharibəsində Azərbaycan xalqının yetərincə qəhrəman oğulları olduğu sübuta yetirildi və bu oğulların canı qanı bahasına əldə edilmiş qələbə nəticəsində dünya tarixində Azərbaycan xalqının qələbəsi tarixi yeniləmiş oldu. Və Allahdan şəhidlərimizə rəhmət diləyirik. Bu ana ilə, ata ilə bərabər mən istəyərdim ki, kənd təsərrüfatı çəkilişlərindən öncə şəhidimizdən danışaq. Siz qürur ediləsi, qürur mənbəyimiz olan, fəxr mənbəyimiz olan bir oğul övladı yetişdirmişsiniz xalqımız üçün. Şəhidlərimiz daima bizim yaddaşımızda olacaq. Bizim kimi çoxlu verilişlər var ki, hər zaman gəlib sizi yad edəcək və şəhidimiz haqqında da çəkilişlər edib onu tarix boyunca yaşadıb gələcək nəsillərə təqdim eləyəcək ki, bizim belə tarixi qəhrəmanlarımız, belə oğullarımız olub. Başınız sağ olsun deyirik. Allah rəhmət eləsin bütün şəhidlərimizə. Mən istərdim ki, ata bizə şəhidimiz barədə məlumat versin. Xoş gəlmişsiniz xanım. Şəhidlər barəsində vallahi o qədər deyiləsi sözləri var ki, sağ olsun Ali Baş Komandanımız o bir yumruq altında uşaqlar birləşərək döyüşdülər qəhrəmancasına. Şücaət göstərdilər, mərdliklə döyüşdülər, qələbə qazandılar, qələbə əldə nailiyyətlərə uğurlar imza atdılar və demək olar ki, bir daha qürurlu millət olaraq tarixə mühür vurdu bizim uşaqlar, şəhid balalar. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Sağ olsun da Ali Baş Komandan ki, yenə də sözün üstündə durdu. Hansı istiqamətdə gedən döyüşlərdə şəhid oldu bizim şəhidimiz? Əsas Füzuli, Cəbrayıl istiqamətində gedən döyüşlərdə bəli. Allah rəhmət eləsin. Oktyabrın 14-də şəhid oldu. Ailəli idi? Ailəli idi, bir övladı var, oğul övladı var. Allah qorusun deyirik oğul övladını. İnşallah ki, başınızda tac olsun deyirik. Orta məktəbi necə? Salyanda bitirmişdi? Bəli, öz kəndimizdə orta məktəbi qutarıb, Heydərli Ali Hərbi məktəbinə qəbul olmuşdu. 13 il zabit olaraq işlədi, sonra şəhid oldu. Allah rəhmət eləsin deyirik. Mən istəyərdim ki, ana ilə də söhbət edək. Bilirəm ki, çox çətindir, ağırdır övladını itirmək. Amma siz tək özünüz yox, bütün Azərbaycan xalqının itkisidir bu. Şəhidlər hamımızın şəhiddir, tək sizin deyil. Allah rəhmət eləsin deyirik. Oğlunuzla bağlı xatirələr bizlə rica eləyərdik, bölüşəsiz. Çox sağ olun. Əvvəla xoş gəlmisiniz. Allah sizdən razı olsun. Çox sağ olun ki, şəhidlərimizi çəkirsiniz, işıqlandırırsınız. Allah razı olsun sizdən. Valla mən üçün danışmaq çox ağırdır. Mən körəlirəm, danışa bilmirəm. İlkin çox qürurlu oğul idi, qəhrəman oğul idi, həqiqətən. Ondan o qədər oturub sizinlə danışaram ki, valla sözüm qutarmaz. Üzündən də elə simasından da cəsarəti görünür. Cəsarətli olub, ən az cəsur olub, bəli. Həqiqətən qəhrəman oğul idi. Çox ürəkli oğul idi. Allah rəhmət eləsin. Allah köməyiniz olsun. Yaddan çıxmamış əziz tamaşaçılar, biz deməli bu ailənin evində, bax elə məhz bu otaqda bizim şəhidimiz üçün, onların oğul övladı üçün yaradılan bu güşədə anamız söylədi ki, Səadət xanım, ilkinin saatı var, hansı ki hələ də o saat işləyir. Şəhid olanda, yəni qolunda olub o saat. Şəhid olanda o saat onun qolunda idi. Onun saatı hələ də işləyir, 5 ilin içindədir. 10 saatı hələ də işləyir. Hər mən darıxanda gəlib onun saatını götürür, mən ona baxıram. Ki, deyirəm ki, İlkin, sənin saatın oğul işləyir, amma sən özün yoxsan. Ana, mən şəhid oldum, yerim gözəldir, təkil ağlama. Əziz izləyicilər, Səadətlə Salam Azərbaycan proqramına baxırsınız. Verilişimizin davamında xüsusi qeyd etmək istəyirəm ki, Salyan rayonunun Şəkərli kəndində hər kəs bilir ki, bax, Şəkərli kəndindəki bu küçə şəhidimiz Nəcəfov İlkinin adına adlandırılıb. Ana, mən şəhid oldum,
İzləyicilər, gözəl ana ilə, gözəl ata ilə bərabər çəkilişimiz davam edir. Nəcəfovlar ailəsinin məşğuliyyəti üzümçülükdür. Hansı ki, bax görürsünüz burada nə qədər ki üzüm tağları var. Bu gözəl üzüm bağına ana, ata qulluq eləyirlər. Allah sizi qorusun. Allah sizə güc versin, can sağlığı versin. Neçə ildir bax bu üzümçülüklə məşğulsunuz? 30 ildir. Hə. Yəni çörək, ruzu, bərəkət buradan çıxır. Bəli qızım. Bəli, üzümçülüklə məşğul oluruq, heyvandarlıqla, Allah ruzu kənd təsərrüfatı ilə məşğul oluruq. Şəkərli kəndin əhalisinin əsas məşğuliyyəti nədən ibarətdir? Üzümçülük, bəli, heyvandarlıq. Allah ruzunuzu versin. İkiniz yəni yoldaşınızla bərabər çalışırsınız, yoxsa köməkçilər olur? Bəli, ikimiz çalışırıq, ikimiz. Çətin deyil ki. Oğlum da köməklik edir də. Köməklik edir. Oğul demişkən, yeri gəlmişkən, neçə övladınız var? Hə, mən 3 evladım var. Bir qızım, 2 oğlum. İlkindən biri də. Kiçik oğlum, Allah kömək olsun. Allah bütün şəhidlərə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Hə, kiçik oğlum Bakıdadır, Bakıda işləyir. O da gəlir, gedir. Ömər gəlir, gedir, gəlin gəlir, gedir. Ömər ilkinin evladıdır. Hə, biz də təsərrüfatla məşğuluq da qızım. Üzümçülüklə, bizim həmişə dədə-babadan bizim məşğuliyyətimiz bu olub. Üzümçülüklə, heyvandarlıqla məşğul olmuşuq. Hə, bu işlə məşğul. Hər ikimiz əl-ələ verib, köməklə işimizi yola veririk. Güllərə kim qulluq edirsiniz? Bax, burada da qəşəng güllər var. Hə, bu güllərə özüm qulluq eləyirəm. Nə gözəl. Ay ana, bəzi cavan qızlar var, heç ev işi görmək istəmir. Tez yorulur. Maşallah, bu qədər işi necə çatdırırsınız? Biz əvvəldən belə olmuşuq da qızım, belə görmüşük. Zəhmətkeş olmuşuq. Ona görə bizi üçün ağır deyil bu işlər. Bu iş elə bil bizim hər gün gördüyümüz işlərdə. Bundan biz necə yorula bilərik ki? Bizi üçün xoşdur. Allah sizə can sağlığı versin ki, özünüz həmişə öz ayağınız üzərinizdə dayanıb, yəni bu işlərdə özünüz görəsiniz. Gözəl ana, üzüm yarpağını tutanda, dolma bişirəndə qəşəng ləziz dolma üçün yarpaq dolması üçün lazım olur. Hə, bu yarpaqdan da satış edirsiniz? Əlbəttə eləyirik qızım. Bax bu görürsən bunu. Yeni dolar. Bax bunlar yeni körpə yarpaqlardır. Bax bunlardan yığırıq. Belə dolma bişirmək üçün. Qəşəng dadlı dolmaları olur bunun. Bunlardan dolma bişiririk, pişiririk, yığırıq, satırıq. Bərəkətli olsun. Allah köməyiniz olsun. Çox sağ olun. Allah razı olsun. Bizim işimizdir də qızım bax. Həmişə bununla məşğul olmuşuq. İndi də ki, başımıza qatırıq da. Əziz tamaşaçılar, Salyanda Şəkərli kəndində, Nəcəfovlar ailəsində dəyərli ağsaqqalla, bizim gözəl ana ilə bərabər çəkilişlərimiz bax beləcə başa çatır. Allah hər ikinizə can sağlığı versin. Bax bu qapını həmişə biz döyəndə, bax beləcə ayaq üstə, sağlam canla hər ikiniz bizi qarşılayasınız. Bundan gözəl, yəni mən elə gəlir ki, arzu ola bilməz. Allah əsas sağlam can versin sizə. Biz çox sevindik ki, belə bir ailəni tanıdıq. Düzdür, bizə təsadüfən dedilər, yəni qəfil oldu çəkilişimiz, amma çox məmnun olduq. Allah qorusun sizləri deyirik. Salam Azərbaycan. Əziz tamaşaçılar, Səadətlə Salam Azərbaycana baxırsınız. Bugünkü verilişimizin təşkilatı dəstəyi var. Fatimə desin görək hara gəlmiş. Bugün Salyan rayonunda Ulduz İstirahət Mərkəzindəyim. Bəli, əziz tamaşaçılar, bugünkü verilişimizin təşkilatı dəstəyi Salyan rayonu Yenikənd kəndindəki Ələt Astara magistralının 105-ci kilometrliyində yerləşən möhtəşəm Ulduz Ailəvi İstirahət Mərkəzidir. Rəhbərliyi başda olmaqla bütün kollektivinə dərin təşəkkürümüzü bildiririk və bu İstirahət Mərkəzinin nümayəndəsi, daha doğrusu rəhbər nümayəndəsi, çox hörmətli Rəcəb bəy buradadır. Yaxınlaşsın yanımıza. Xoş gördük sizi. Ürəkdən salamlayırıq. Bir yaxına gəlin. Necəsiz? Xoş gəlmisiniz Sadıq xanım. Necəsiz? Şükür, yaxşıdır da Allah. Sizlər yaxşı olasınız. Gələn Verilişimizi burada var olsun. izləyirsiniz. Bəri izləyirik xanım. Çox gözəl. Biz də sizin rəhbərliyi başda olmaqla bütün heyətinizə dərin təşəkkürümüzü bildiririk ki, çox qonaqpərvərsiniz. Hər zaman, hər vaxt keçəndə, dönəndə, gələsiz gözümüzdə yeriniz var. Var olasınız deyirik. Əziz tamaşaçılar, Salyan balıq yeməkləri ilə məşhurdur və bugün də biz burada çalışacağıq ki, özəl, ləziz, dadlı bir təam hazırlayaq. Rəcəb bəy, hansı yeməyi nəzərdə tutursunuz? Bizim balıqlarımız, Salyan balıqları, kütüm var, sazan var, farel var, sonra şamayka var, ilan balığı var, kütüm var. Bunlardan nə istəsə biz sizə hazır. Aşpaz hazırdır. Bəli, hazır.
Əziz tamaşaçılar, əyləşirsiniz ekran qarşısında verilişimizin təşkilatı dəstək olan Ulduz Ailəvi İstirahət məkanında Azərbaycanımızın ən ləziz, ən dadlı təamlarından birini hazırlayacağıq. Balıqdan hazırlayacağıq. Çünki bu tərəf rayonlar balığı ilə məşhurdur. Ulduz Ailəvi İstirahət Mərkəzinə bir daha dərin təşəkkürümüzü bildiririk. Əziz tamaşaçılar, rayonlarımızda fəaliyyət göstərən istirahət mərkəzlərinin bir çoxunda antik əşyalar var. Hansı ki, bura gələn müştərilərin diqqətini daha çox cəlb edir. Amma Ulduz İstirahət Mərkəzi mən deyərdim ki, Azərbaycanımızda ən çox antik əşyaların olduğu ən ön sırada elə məhz deyərdim ki, birinci məkanlardan biridir. Antik əşyalar burada çoxluq təşkil edir. Özdəki hər birinin özünün müxtəlif yaşı var, müxtəlif illərə təsadüf edir. Odur ki, Ulduz Ailəvi İstirahət Mərkəzindən mən istəyərdim ki, elə məqamıdır, zamanıdır ki, antik əşyaları verilişimizin davamında sizlərə təqdim eləyək. Bu xalça diqqətimi daha çox cəlb elədi. Həm xalça var burada, həm də ki, buradakı əşyalar o vaxtı ütü bax belə idi. O vaxtın ütüsüdür bu. Bu radiodur. Telefon hamı bilir, telefon. Əziz tamaşaçılar, Ulduz Ailəvi İstirahət Mərkəzinə girən zaman elə girişdə bu beşik, yəni o vaxtı yürük də deyirdilər rayonlarımızda, diqqətimi cəlb elədi. Bura əziz balalarınızla gəlsəz, gözəl balalarımız üçün, körpələr üçün həm bax belə beşik var. Bundan yəqin ki, istifadə eləmək üçün icazə verirlər və deyir, icazə verirlər. Və həm də ki, burada uşaq əyləncə parkı var. Orada bizim gözəl balalarımız özləri üçün istirahət edirlər, əylənirlər. Beləcə də valideynlər də özləri də rahat istirahət etmiş olurlar. Deməli, bu at arabasıdır, əzizləyicilərimiz. Və burada bir çox üzərində qədim əşyalar var. Amma burada diqqətimi cəlb eləyən, hətta filmlərdə də görürük, indi bəzi yerlərdə də qalıb. Bax, qədim tərəzi. Burada gözümə səyyarə satış nöqtəsi, gözəl bir məkan, gözəl bir qardaş gözümə sataşdı. Yaxınlaşıram, xoş gördük sizi. Salamlayıram. Adınızı öyrənək? Adım Müşfiqdir. Çox gözəl. Allah bazar versin. Allah ruzunu versin sənin. Elə bizim verilişin özəlliyi odur ki, bax belə gözəl insanları çəkirik. Gündə nə qədər qarğıdal satırsan? 50 dənə, 60 dənə yəni olur. Allah bərəkət versin. Səhər saat neçədə gəlirsən işə? Saat 6-dan yəni buraya xeyri 6-da mallar üçün gedirəm. Bəli. Bir 7-də açılış edirəm. Yəni Ulduz İstirahət Mərkəzinə gələn müştərilər, yəni hamısı sizdən alırlar da qarğıdalını. Aha, Allah yaxşı. Bəli, merimiz var, pomidor var, xiyar var. Pomidor, Pomidor da şaftalıdır, əridir. Sonra xiyardır. çox satılan hansıdır, amma düzünü deyil. İndi bir dəqiqə tələbat, indi evdə işlənilən pomidordur, xiyardır. Merdən də şaftalıdır, əridir. Yəni. Deyəsən, şaftalı gözəl görsənir ha, maşallah, nə gözəl şaftalıdır. Belə təqdim eləyək. Özdə nə qəşəng səliqəli yığmısan sən bunu. Çox bilir ha. Səliqəli məhsul olanda müştəri də çox cəlb olunur axı da bura. Gilas neçəyə verirsən? 5 manata. Amma Bakıda 8 manatdır. Qəşəng, ucuz verirsən. Şaftalı neçəyədir burada? Hə. 50 qəpiyə də kilo var, 3 manata da var. Kəndin öz məhsuludur da. Pomidor neçə? Pomidorun 1 manatlığı da var. 1 manat 30 qəpikliyi də var. Alış-veriş eləyəcəyik. Qiymətləri soruşur ki, bura gələn müştərilər bilsinlər. Qarğıdalın biri neçədir? Əsas məsələ qaldı. Çiyi 50 qəpikdir, qaynanmışı 1 manatdır. Lap Çiyi 50 yaxşı. qəpikdir, qaynanmışı 1 manat. Sən canı düzünü də görüm. Evdə də yoldaşın deyirmi ki, gəl bir qarğıdalı qaynat O yeyək. xeyr, o müştəriyə qulluq üçün deyir. Nə olub? Qulluq eləmirsən sən? Xeyr, xanım. Burada sənin ailə üzvlərində yeri gəlmişkən salamlayırıq. Əziz tamaşaçılar, bu gözəl istirahət mərkəzində Ulduzda, bax belə səyyarə satış mərkəzi də var. Özdəki isti-isti, gözəl, ləziz dadlı qarğıdal satışı da var. Əziz izləyicilər, yol üstü istirahət mərkəzlərində mən birinci dəfədir ki, məscid görürəm. İslami dəyərlərimizin qorunub saxlanılması məqsədi ilə, bax burada belə bir məscid deməli hazırlanıb, tikilib ki, hansı ki kim namaz qılırsa, yol üstü bu ibadət evində namazını
hamısını qıla bilər. Allahın nəzəri pənahı hər zaman üzərinizdə olsun. Qılınan namazları Allah qəbul eləsin. Gözəl arzularla verilişimiz davam edir. Əziz izləyicilər, burada çəkiliş zamanı ayaqdan, səsdən necə deyərlər, həm zövq aldım, həm də ki özümü kənddə hiss elədim. Mən burada çox gözəl bir deməli yer hazırlanıb, hansı ki burada xoruz var, beçə var, cücə var ki, siz gələndə, siz müştəri sifariş verəndə onu qəşəng burada kəsirlər, hazırlayırlar yeni, çox ləziz, dadda, təyamda sizlərə hazırlayıb təqdim eləyirlər. Nəzərimdən, diqqətimdən bax bu antik daşlar deməli yayınmadı. Hansı ki, düzdür, bunun adını biz bilməsək də filmlərdə daha çox görürdük ki, o vaxtı şərab hazırlamaq üçün çəlləklərdə üzümü necə deyirlər, ayaqla tapdalayırdılar. Amma lap deməli keçmişə nəzər salsaq, belə qədimi daşlarda şərab hazırlanıb. Əziz izləyicilər, verilişimizin təşkilatı dəstəyi olan Ulduz Ailəvi İstirahət Mərkəzindən bax elə Ulduz Ailəvi İstirahət Mərkəzində sizin də gəlib gəzə biləcəyiniz bu faytonda xüsusi təşəkkürümü bildirmək istəyirəm. Əziz tamaşaçılar, təşkilatı dəstəyimiz olan Ulduz Ailəvi İstirahət Mərkəzində balıqdan çox ləziz dadlı təam hazırlayacağıq. Baş aşpaz, salamlayırıq sizi, xoş gördük. Adınızı öyrənək? Qüdrət. Lap gözəl. Qüdrət bəy, bax bugün hansı balıqdan hansı yeməyi hazırlayacaqsınız? Bu günləri bu farel balığından qızartmasını eləyəcəm sizin üçün. Hər aşpazın özünün bir sirri var. Bax bu qızartmanı ki hazırlayırsınızsa, bax buna nə qatırsınız? Hansısa bir sirriniz varmı? Var. Hə. Görüşmək istəyirsiniz bizdən? Deməli, onu pişirib, axıra yaxın limonun suyunu çıxırıq üstünə, bir də sarımsaq vuracaq. Salyanda ən dadlı ləziz yemək hazırlanır. Bir də Salyanda Ulduz restoran. Deyir, nömrə bir aşpaz da özüməm, nömrə bir məkan da buradır, hamısı nömrə bir özümüzük. Bəli. Hə, laf yaxşı. Əziz tamaşaçılar, farel balığını qəşəng, bəh, qıpqırmızı, tavada, gözəl qızardacağıq, amma aşpazımız edəcək bunu. Bəli. Estafeti verirəm sizə, buyurun. Öncə balığı doğrayırıq, düzdür? Hə, doğrayaq. Balıqdan hazırlanan ən dadlı yemək hansıdır? Ən dadlı kür balıqlardır, sazandır. Hansı yemək dadlı alınır, ən gözəli? Ən gözəli buğlaması alınır. Buğlaması, ha. Bəli. Çox gözəl. Balığımızı davam eləyək, qızartmaq üçün hazırlayırıq, əziz tamaşaçılar. Balığı hansı yağda qızardanda daha çox dadlı alınır? Kərə yağı ilə. Lap yaxşı. Və kərə yağımız da hazırdır, əziz tamaşaçılar. Öncəliklə balığımızı doğradıq, daha sonra isə tuz istiyotunu vururuq, zövqə görə. Və tavada yağ qəşəng cız-bız etdiyi zaman balıqlarımızı gözəl, mükəmməl şəkildə sıra ilə tavaya düzürük. Əziz tamaşaçılar, balığımız da qızarır, hazır olur və Həyatyanı sahədə mən gəzərkən gördüm ki, nə gözəl reyhanlar var. Reyhan dərirdim və gördüm belə bir gül var. Dedilər, Sadət xanım, bu rozmarin gülü adlanır. Hansı ki, yalnız və yalnız balıq yeməklərinə vurulur. Hə, balığın üzərinə bişəndə vururuq da yəqin ki bunu. Pişməyinə az qalmış xanım, Sadət xanım. Pişməyinə az qalmış, bunu vururuq. Tamı çıxır ora. Öz dadı tamı çıxır ona. Amma bişməlidir də orada. Bəli. Yeyilir də yəqin ki bu. Bəli. Əziz tamaşaçılar, artıq balığımız qızarır, hazırdır və balığı aşpaz süfrəyə təqdim eləyəcək. Təbii ki, mən də dadına baxacağım, görüm dadı necədir. Əziz izləyicilər, Salyana gələsən və balıqları təqdim eləməyəsən, bax bunun özü günah olar. Mən baş aşpazla bərabər keçmişəm mətbəxə. İlk növbədə mətbəxiniz çox təmizdir, əhsən sizə, çox gözəl. Və burada bir çox balıqlar var. Bu böyük balıqda nəzərimdən, diqqətimdən yayınmadı. Hansı balıq növləri var burada? Burada bir də yetişdirmə balıq budur, farel balığı. Farel balığı. Belamurdur, talistrovdur, çəki balığı, şaşan balığı. Bəs o böyük? O da talistrov.
Hansı balıqdır? Talışdırov. Aha, lap yaxşı. Ya şayma. Hə, bax siz bunu əlinizə götürə bilərsiniz, təqdim edin. O təxmin neçə kiloqram olar? Bu 13 kiloqramdır. Ay maşallah. Bunu bir dəfəyə sifariş verənlər var, görəsən. Hə, neçə nəfərlik olur bu? Baxır da bir 10 nəfər, 15 nəfər. Bunu hamısını bərabər bir yerdə harda hazırlayırsınız? Təndirə mi qoyursunuz bunu? Manqalda mı hazırlayırsınız? Manqalda da qoyuruq. Manqalda da pişiririk, setkada. Eşitdim, burada təndir də var. Var. Hardadır təndiriniz? Təndirimiz öyle qoyuruq. Təndirdə nələr hazırlayırsınız? Çolpa qoyuruq, səbətimiz olur. Quzu səbət. Azərbaycanımızın mətbəxi ona görə zəngindir ki, əziz tamaşaçılar, Azərbaycanımızın hər rayonunun, hətta hər kəndinin özünə məxsus ləziz dadlı təamı var və burada da bu gözəl məkanda da daha çox balıq yeməkləri hazırlanır. Balıqdan hazırlanan ləziz dadlı təamlar müştərilərə təqdim olunur. Əziz izləyicilər, salam Azərbaycana. Baxırsınız, Azərbaycanlıların ən çox sevdiyi yemək kabablarımızdır. Özdəki Ulduz Ailəvi İstirahət Mərkəzində fərqli ləziz dadlı kabablar hazırlanır. Mən istərdim ki, elə məhz kababçı həm də aşpaz Zaur qardaşla həm söhbət olaq. Xoş gördük, sizi salamlayırıq. Çox sağ olun, xoş gəlmisiniz. Təşəkkürlər. Zaur söyləyir ki, Sadət xanım, mən bir çox verilişlərə çəkilmişəm. Burada gözəl çəkilişlərimiz olub, lap gözəl. Bizim verilişi izləyirdiniz? Bəli, izləyirik. Aha, lap yaxşı. Burada ən çox hazırladığınız yemək hansıdır? Kebablardır, balıq növləridir. Aha. Balıqdan ən çox nə hazırlayırsınız? Dolma hazırlayırıq, ləvan şərahlayırıq, qızartma balıq veririk. Balıqdan dolma olur. Bəli. Aha, onu necə hazırlayırsınız? Narla, soğanla, vişni ilə, alçı ilə. Balığın arasına doldurulur yoxsa? Hə, dolur balığın arasına, marlada bir qəşəng. Siz bəyənək. Bilmirdim. Hə, bilmirdim. Lap gözəl, lap yaxşı. Hə, salyan yeməklərdir, lap yaxşı. Deyəsən kebablar hazır olur. Ay usta, dedim balıqlar pişənə qədər, balıq hazırlanana qədər gələk sizin yanınıza. Pişir. Bişib hazırdır. Elə kebabçılar var ki, kebabı hazırlayanda kebab daş kimi olur. Bərk olur da. Sizin kebab necə? Yox, bizim nə ətimiz həmin ətdən deyir. Həqiqət, nə də kebabçılar həmən kebabçılardan deyir. Deyir ki, nömrə 1 özüməm salyanda. Hə, nömrə 1 özümüzük. Yəni bizim işimiz budur, həqiqətən də budur. Yəni mən deyirəm bizdən başqası ola bilməz. Həqiqətən, yəni bütün bölgədə. Eləsi də var, duzlu eləyir ha. Hə, nizamlaya bilmir axı. Hə. Onu yox. Hə, duz demişkən, elə adam var deyir ki, əlimin duzu yoxdur. Sizin necə? Mənim əlimin duzu var, bizə qəşəngindən. Hə, var. Yəni, Dost tanışmayan aslında necədir? o da yaxşıdır. O da yaxşı. Hə, o da yaxşıdır. Ulduz İstirahət Mərkəzində hər şey əladır. Hə, lap gözəl, çox yaxşı. Kebablarımız hazırdır. Hazırdır. Dadına baxa bilərsiniz. Ağzım yanmaz ki. Yox, narahat olma. Ustalıqla, peşəkarlıqla kebabçımız, həm də aşpaz. Bəh, bu kebabları necə deyirlər? Yuxa, lavaşa bükür. Bəh. Hə, qaynar da hamı. Çox dadlıdır. Özdə belə yağ axanda daha çox ləzzət eləyir. Nuş olsun. Bu bizim bozartmamızdır. Aha. Bunun tərkibi soğandır. Ondan sonra quyruqdur və sarımsaq. Bax, davamı necə olacaq bu hazır olandan sonra? Nə vuracaqsınız? Bunu tam suyu quruyub qutarandan sonra bir dəmizdə alma sirkəsi əlavə edəcək. Yox. Neçə nəfərlikdir? 10 nəfərlik. 10 nəfərlik nəzərdə tutulur. Bəli. Yaxşı. Sonra da masaya. Əziz tamaşaçılar, biz Azərbaycanlılar pürrəngi çayı çox sevirik. Özdəki armudu stəkanda samavar çayı. Bəli, maşallah müxtəlif tutumlu, müxtəlif ölçüdə samavarlar var Ulduz İstirahət Mərkəzində. Mən də dedim ki, Azərbaycanımızın ən gözəl dəyərlərindən biri qonaqpərvərlikdir və qonaq da gələndə ilk olaraq biz çay təqdim edirik və bizə də çox gözəl çay süfrəsi hazırlamışlar. Təşəkkür edirik. Deyəsən samavar qaynayır. Öncəliklə adınızı öyrənək. Adım Yaşar. Çox gözəl. Yaşar bəy, hal-hazırda bu samavarı kimə qaynadırsınız? Qonaqlarımıza. Gündə nə qədər, neçə samavar çay qaynadırsınız? Gündə baxadır. Bunlar da lazım olan daha az. Bəli. Burada məclislər olundu, dəmləyir. Bəli, xanım. Hə, lap yaxşı. Samavar ümumiyyətlə qaynatmaq, onun odunu hazırlamaq çətindirmi? İşləyə bilən üçün yox. İşləyə bilməyəcək, hə, olsun, çətin, bizim problem. Evdə nə var ki, bir samavarı orada odlayırsan, qəşəng çay. Amma Ulduz yaşına kim gəlirsə, hamısı samavar çayına. ləhcəyə baxa, şirinliyə baxa, ləhcəyə. Və qulluğu, kimlər gəlsə hamısında qulluğunda yox. Var olasınız deyirik. Allah köməyiniz olsun. Deyəsən, bax bu samavarlar fərqlidir, bunlar fərqlidir. Bizim burada banket yerimiz var. Banket vaxtı bunlardan hazırlayırıq. Məsələn 150. Samavarın başqa növüdür. Bəli, bir də odunlandı bunlar da. Banketimiz olardı, bunları Nə hazırlayırıq. qədər su tuturu? 50 litr. Bəs bunlar?
Bunlar 5 litrlik var, 3 litrlik var, 2 litrlik var. Hərəsinin öz şeyi var, tempi var da. Alan olsa burada satanda neçəyə satırlar bu samavarı? Bizdə satma, bunlar hamısı qədimdən qalmadı. Müdür bunlar hamısı qədim bu şeylərdir, samavarlardır. Müdür icazə vermir ha satmağa bu samavarları. Zarafat bir tərəfə təşəkkürümüzü bildiririk. Ən əsas odur ki, çayın yanında içmək üçün çox ləziz, dadlı, müxtəlif meyvələrdən hazırlanan mürəbbələr verilir. Daha çox sifariş olunan mürəbbə hansıdır? Çələkdir, gilasdır, feyxom, kivi mürəbbəsidir. Əziz tamaşaçılar, çayçı Yaşar bəy çayı da hazırlayıb deyir ki, belə bir dadda çay yoxdur. Bəli, Səlyanda nanəli çay. Müminnoy bir də ulduz restorandadır. Yanında da ki, dəf kimi Səlyan Novatı. Adı üstündə dəf kimi Səlyan Novatı. Onun mürəbbəmiz də burada. Lap yaxşı, lap gözəl. Salyanda qonağa bax belə qarşı. Hə, lap gözəl, maşallah, maşallah. Mən dedim ki, armudu stəkan balacadır, mən çayı çox sevirəm. Ona görə də bir böyük stəkanda çay gətirsinlər. Hə. Bəh, qoxusu nə gözəldir, dadı da gözəldir. Əllərinizi sağlıq. Yorulmayasınız. Salam Azərbaycana baxırsınız əziz tamaşaçılar. Əziz tamaşaçılar, bu gözəl istirahət mərkəzinin həyatyanı sahəsini gəzdirdim. Burada güllərlə yanaşı, bax, qəşəng reyhanda var. Qoxusu nə gözəldir. Qəşəng həyətdə reyhan. Bunu ləziz-ləziz qəşəng buradan qırırsan. Süfrədə salata təqdim edirsən. Salyan rayonunda çəkilişlərimiz zamanı bax elə bu gözəl məkanda Salyan rayonunda fəaliyyət göstərən Kürsəngi Futbol Klubunun nümayəndələri ilə də tanış olduq və Salam Azərbaycan verilişinin komandası olaraq Kürsəngi Futbol Klubunun bu yaxınlarda əldə etdiyi uğurlara görə onları təbrik edirik. Hər birinə bol-bol nailiyyətlər, uğurlar arzu edirik. Əziz tamaşaçılar, təşkilatı dəstəyimiz olan Ulduz Ailəvi İstirahət Mərkəzində çox ləziz dadlı təyyamlar hazırlandı və süfrəyə təqdim olundu. Bir daha xüsusi təşəkkürümüzü bildiririk və son yeməyimiz isə baş aşpaz tərəfindən hazırlanıb, nəhayət ki gətirildi masamıza. Saxsı qabda hazırlanıb. Nədən hazırlanıb? Dananın can ətindən. Saxsı qabda öz sevdiyimiz yeməkdir. Hazır. Aha, can əti var, sonra nə var tərkibində? Göbələkdir. Ürəkli biberlərli. Bəlkə boşqaba tökə gözəl yüksək səviyyədə təqdim edək tamaşaçılara. Olar mı? Bəh, 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 nə qəşəng görünür. Dadlı görünür. Göbələk də var tərkibində. Nə gözəl, nə gözəl. Qoxusu nə gözəldir bunun. Kərə yağı qatmısınız, hə? Piy qatılır içinə. Yox. Amma piy olsa lap qəşəng olar. Yox. Bir dadına baxım. Deyəm, bir dəqiqə görək. Mən də göbəlikadan çox istifadə edirəm axı. Məndə ki, bu bəxt var, göbələk zadda yesəm, ət yesəm, ağzım yanacaq. Çox möhtəşəmdir, ləzizdir, dadlıdır. Əziz tamaşaçılar, bugünkü Saadətlə Salam Azərbaycan verilişində Ulduz Ailəvi İstirahət Mərkəzində çəkilişlərimiz beləcə başa çatır. Mən bir daha bu gözəl istirahət mərkəzinin rəhbəri başda olmaqla bütün kollektivinə təşəkkürümü bildirirəm. Əziz izləyicilər, bugünkü verilişimizin təşkilatı dəstəyi Masallı rayonunun Qəriblər kəndində yerləşən Gülüstan Ailəvi İstirahət Mərkəzidir. Gülüstan Ailəvi İstirahət Mərkəzi yayda istirahət üçün ən gözəl məkanlardan biridir. Hansı ki, buranın çox gözəl, təmiz havası var, gözəl təbiəti var. Dincəlməyiniz üçün isə hər cür şərait var bu gözəl istirahət mərkəzində. Həmçinin də ki, Azərbaycanımızın ləziz dadlı təyyamları sizlərə çox yüksək dadda, yüksək keyfiyyətdə təqdim olunacaqdır. Bir daha bu gözəl istirahət mərkəzinin rəhbərliyinə xüsusi təşəkkürümüzü bildiririk ki, hər zaman bizim Salam Azərbaycan verilişinin komandası üçün burada çox gözəl şərait yaradır. Yayda istirahət üçün ən gözəl seçimlərdən biri də məhz elə Gülüstan İstirahət Mərkəzidir. Allah bütün şəhidlərimizə, tarixi qəhrəmanlarımıza rəhmət eləsin. Hüseynov Məhəmməd bizim şəhidimiz, ruhu şad olsun deyirik. Mən istəyirəm ki, bizim gözəl anaya yaxınlaşım. Ana, xoş gördük sizi. Qapınıza xoş günlərə gələk. Son qəminiz olsun. Allah şəhidimizə rəhmət eləsin. Mən də sizi salamlayıram. Xoş gəlmisiniz. Həmişə belə Azərbaycanın gözəl güşələrini gəzəsiniz inşallah. Təşəkkür edirəm. Var olasınız. Evdə kimlər gözləyir bizi? Anamdır, yoldaşımdır, oğlum. Allah var eləsin. Allah hər birinizə can sağlığı versin. Ay ana, xoş gördük. Ay ana. Allah sizə ömür versin. Ağbirçəklikdən əksi olmayıb bir maç edeyim ananı.
Allah köməyiniz olsun. Xoş gəlmisiniz Lənkərana. Var olun. Şəhidin evinə xoş gəlmisiniz. Allah şəhidimizə rəhmət eləsin deyirik. Əziz izləyicilər, mən şəhidimizin atasına yaxınlaşmaq istəyirəm. Rica edirik, buyurun bura. Şəfaət bəy, salamlayırıq. Sağ olun, xoş gəlmisiniz. Lənkəranın rayon Yen kəndindən salamlayıram sizi. Allah razı olsun deyirik. Mən istəyərdim ki, verilişimizin davamını məhz ev çəkilişi ilə davam elətdirək. Mən şəhid oldum, yerim gözəldi, təki ağlama. Canım, canım sevgilim, bağışla məni, səni tək qoydum. Vətən, Vətən sağ olsun. vətən sağ olsun. Məhəmməd mənim evimin ilk övladıdır. 2003-cü il dekabrın 30-unda dünyaya gəlib. Anamgil tərəfdən böyük nəvə olub, ilk nəvə olub. Çox sevilib, çox mehriban uşaq olub. Həddindən artıq. Orta məktəbi yaxşı oxuyub. Özüm dərs edeyim. Kənarmeşə kənd tam orta məktəbində təhsil alıb, 11 illik təhsilini başa vurub, ali məktəbə hazırlaşırdı. Məhəmməd imtahana getdi, qəbul ola bilmədi və öz istədiyi ixtisas deyildi daha doğrusu. Elə bir ki, mənim istəyimdən. O əslində aktyor olmaq istəyirdi. Mənsə onu 2-ci qrupa yönətmişdim. İmtahana girdi, biraz keçdi, Məhəmməd çıxdı imtahandan. Dedim, oğlum, sən niyə çıxdın? Dedi, ana, nə sən deyən oldu, nə mən deyən oldu. Mən gedirəm vətənimə xidmət etməyə. Gəncə Ensaylı hərbi hissəsində demək 3 aydan sonra onu yolladılar artıq Laçına. Və ilk zəngində mənə dedi ki, ana, sən bilirsən bura necə gözəldir. Dedim, həqiqətən, dedi, ana, həqiqətən çox gözəldir, buranın təbiəti, bura dəhşətdir, dəhşət, ana, çox gözəl bir yerdir. Çox narahat idim ona görə, həddindən artıq. Çünki bilirdik ki, uşaqlar düşmənlə üzbəüzdürlər. Amma o qətiyyən qorxmurdu, heç nədən qorxmurdu. Və bir şeyi nəzərə çatdırım ki, Məhəmməd əskərə getməzdən əvvəl bir gün qabaq mənə qayıtdı, hündür oğlan idi, 1.90 boyunda bir oğul idi. Güldü, dedi, ana, sən sevinirsən mən əskər gedirəm. Dedim, əlbəttə, belə bir oğul böyütmüşük, get günə xidmətini elə. Dedi, sinəsinə vurdu, dedi, ana, sənin bu oğlun gedər xidmətini edər, bitirərəm də xidməti, amma oradan sənin üstüvə şəhid gələrəm. O, onda bu sözü mənə dedi. Və Laçında xidmətini etdi, artıq 9 ay olmuşdu, kəndə gəldi, onu məzuniyyətə buraxdılar, gəldi kəndə. Kənddə hamı ilə görüşdü. Sən demə, mənim yanımda yox, amma görüşənlərə deyirmiş ki, mən elə bilirdim şəhid gələrəm. Şəhid gəlməmişəm, gedirəm. Bu səfər mütləq mən şəhid gələcəyəm. Məhəmməd üçün demək olar ki, elə bir gün yoxdur ki, mən onun üçün göz yaşı tökməyim. Düzdür, o bizim qürurumuzdur. O bizim fəxrimizdir. Bugün biz Azərbaycanda hara gediriksə, şəhid ailələrində çox oluruq, şəhid məclislərində çox oluruq. Hara gediriksə, yüksək dərəcədə bizi qarşılayırlar, necə lazımdır. Məhəmməd, yəni mənim istəkli, yəni ilk övladımdır. Yəni çox qəhrəman, güləriz oğlan olub. Yəni şirin oğlandır. Yəni xidmətini Laçın Xankəndi yolunda döyüşlərdə antiterror deməli zamanı uşaq 10 gün qalmışdı, uşaq şəhid oldu belə. Nə deyə bilmirəm. Yəni Allah bütün şəhidlərimizə rəhmət eləsin. Məhəmməd vətənimiz uğrunda, xalqımız uğrunda, bayrağımız uğrunda canına keçən oğullardan biri oldu. Düzdür, bir üzümüz gülürsə də, bir üzümüz qəmli, kədərli,
Yəni ki, sevincimizin, heç bir sevincimizdən əsər əlamat qalmayıb. Bütün şəhidlərimizi Allah rəhmət eləsin, qəni. Hamısı bizim evladlarımızdır, bizim yolumuzda canından, qanından keçən oğullardır. Ondan artıq nə deyə bilərəm? Allah sizə də ömür versin. Bu ailənin bir oğul övladı da hərbi xidmətdədir, düzdür ana? Məhəmmədin əkiz qardaşlarından biri, balaca qardaşlarından. Polad hərbi xidmətdədir. Artıq biz onu oktyabrda gözləyirik inşallah ki, sağ-salamat gəlsinlər, çıxsınlar bütün əskərlər. Quba rayonundadır. Qubada fövqəladə hallarda xidmətini edir. Mənim qardaşım əsgərlikdə olan zaman bizə hər zaman dediyi sözlərindən biri də mən geriyə qayıdacağam, mənim yolumu gözləyin. Mənim də ən böyük arzularımdan biri idi ki, onun toyunda əl qaldırıb oynamaq. Bu mənə qismət olmadı. Yəni bunun duyğulu anları ilə biz yaşayırıq. Yəni çünki hər kəsin qardaşı qayıtdı, mənim qardaşım qayıtmadı. Üzündən öpə bilmirəm və ya görüşə bilmirəm. Məzarını öpürəm, şəkillərini öpürəm. Yolunu hələ də gözləyirəm. Ya bizim üçün deyirlər şəhid ölməyib, şəhidlər heç vaxt ölməz. Şəhidlər həmişə yaşayır və mən bunu deyə bilərəm ki, nə vardır, nə dövlətdir, bunlar heç nədir. Əsas ailənin tam olmasıdır. Ailən tam olsa bütün hər şeyin var, ailən tam deyilsə heç nəyin yoxdur sənin bu həyatda. Əziz tamaşaçılar, Lənkəranda bizi bu ailə ilə əlaqələndirən və daima şəhid ailələrinin yanında olan, öz mənəvi dəstəyini əsirgəməyən bizim çox dəyərli dostumuz, ictimai, ziyalı işlərlə məşğul olan elə ziyalımız Elnur bəyə dərindən təşəkkürümüzü bildiririk və anamız söylədi ki, Sadət xanım deyəcəklərim var, buyurun. Murad deyir ki, qardaşımız bizə deyirdi ki, mən yaxşı əmi olacağım. Həqiqətən o sözü çox işlədirdi ki, ana, mən çalışaram ən yaxşı əmi olum. Mən bugün Məhəmmədin ruhu bizimlədir və mən həmişə uşaqlara deyirəm ki, siz düşünməyin ki, o getdi, o həmişə sizləndir. O ən yaxşı əmi, ən yaxşı qardaş, ən yaxşı oğuldur. Allah bütün şəhidlərimizin ruhunu şad eyləsin. Məqamları uca olsun inşallah. Təşəkkür edirəm sizə bir daha. Amin deyirik. Və bir məqamı da qeyd edeyim ki, Allahın yazdığı, hər kəsə yazdığı bir talih var, bir bəxt var. Allah Taala da sizin balanızın simasında bütün şəhidlərimizə ən uca, ali zirvəni fəth etməyi, şəhidlik zirvəsinə ucalmağa yazıb. Allahdan bir daha bütün şəhidlərimizə rəhmət edirik. Verilişimiz davam edir. Saadətlə Salam Azərbaycan proqramının Lənkəranda çiyələkli, şipşirin, maraqlı söhbətlər olacaq. Əziz tamaşaçılar, Saadətlə Salam Azərbaycan proqramına baxırsınız. Gözəl Lənkərandan çəkilişlərimizə davam edirik və Lənkəranda hal-hazırda biz Kral S Fermer şirkətinin bax bu gözəl sahəsindəyik, hansı ki burada çiyələk yetişdirilir. Hər kəsə bəllidir ki, ölkə rəhbərliyi cənab prezident kənd təsərrüfatının inkişafına dair bir çox layihələrə imza atıb və bu layihələr əsasında, bu sərəncamlara əsasən sahibkarlar kənd təsərrüfatının inkişafına öz töhfələrini vermiş olurlar və bu şirkətlərdən də biri, sahibkarlardan da biri məsələ bu şirkətin nümayəndələridir. Məhz Kral S Fermerin hüquqşünası bizim çox dəyərli dostumuz Sədrəddin bəy ürəkdən salamlayırıq. Xoş gördük sizi. Necəsiz? Çox sağ ol Sadət xanım. Xoş gəlmisiniz Kral S-in əkin sahəsinə. Sizin bu şirkətin həm Lənkəranın, həm də ki ölkəmizin kənd təsərrüfatına çox böyük töhfələri var. Mən istəyərdim həm şirkətin yaranmasından, həm sizin kənd təsərrüfatına verdiyiniz töhfələrdən danışalım. Kral S Fermer 2023-cü ildə təsis olunaraq yanvar ayından fəaliyyətinə başlamışdı kənd təsərrüfat sahəsində. Cənab Prezidentin kənd təsərrüfatının
inkişafı ilə bağlı buyruqları, yəni həmin o layihə çərçivəsində öz fəaliyyətini başlamışdı. Hal-hazırda kənd təsərrüfatına yəni böyük bir töhfələr verilir, çiyələk sahələri əkilib, yığımlar başlanılıb. Ümumiyyətlə kənd təsərrüfatında yəni çiyələk sahəsində hektar üzrə məhsuldarlıq 27-33 ton arasında olur. Yəni İldən ilə nə qədər artım olur? İldən ilə bu iki rəqəm arasında dəyişir. Yaxşı qulluq olunanda yəni 33 ton əhatə edir. Amma normal qulluqlardan asılı olan hallarda bu sahədə yəni mütəxəssislərimiz var, onlar danışa bilərlər. Hazırki vəziyyətdə yəni sahədən yığılan məhsullar daxili bazarlarda satılır. Daxili bazarlardan yəni xarici bazarda, yəni daxili şirkətlər özləri daxili bazarda məhsulu bizdən alaraq xaricə ixrac edirlər. Yəni hal-hazırda yəni Kral S fermerin məhsulları bir sıra şirkətlər tərəfindən, yəni ki xaricə malı ixrac edən şirkətlər tərəfindən, yəni daxili bazarda bizdən alınaraq satılır. Yəni indiki vəziyyətdə Qida Təhlükəsizliyi Agentliyindən də sağlamlıq üçün əlverişli olan sertifikatlar alınıb. Bu qədər. Əziz tamaşaçılar, mən istəyərdim ki, çiyələyin istixanada deyil, bax belə açıq hava şəraitində necə yetişdirilməsindən, bax bu proseslərdən danışaq və aqronom yanımdadır. Buyurun, keçin bura, rica edərək. Xoş gördük sizi, salamlayıram. Adınızı öyrənək. Nurlan. Çox gözəl. Nurlan bəy, bu böyük sahədə, açıq havada çiyələyi hansı proseslərə əsasən yəni yetişdirirsiniz? Mərhələ olaraq birinci hansı mərhələ gəlir? Mərhələ olaraq ilk öncə sentyabr ayının sonları, oktyabr ayının əvvəlləri iştil yerə vurulur. Sonra isə suyu vaxtı-vaxtında verilir və iştil böyüdükcə biz ona qulluq edirik, dərmanlar veririk. İstixana ilə açıq havada yetişdirilən çiyələyin fərqi nədən ibarət? İstixanada əkilən çiyələk, açıq havada əkilən çiyələkdən bir müddət əvvəl yığılma başlanılır. Yəni yağışlarda da yəni istixanada əkilən çiyələk yəni yığmaq olur, amma isə açıq havada əkilən isə yığmaq olmur. Bir müddət əvvəl yığılır. Həm də bildiyim qədərilə istixanada yetişdirilən çiyələk, əziz tamaşaçılar, biz xanımlar daha yaxşı bilirik ki, biraz qaldıqdan sonra artıq nəsə belə çürüməyə başlayır. Həm də ki, dadı fərqli olur. O yəqin ki, gübrələrin təsirindəndir. İstixanada yığılan çiyələk günəş fotosintez prosesi olabsın pis getdiyinə görə, yəni günəş enerjisini yaxşı almadığına görə olur. Çürümə prosesi baş verir. Bəli. Aha, lap yaxşı. Açıq havada yetişdirilən çiyələyin dadı necə olur bəs? Açıq havada yetişdirilən çiyələyin dadı istixanada yetişdirilən çiyələkdən nisbətən daha dadlı olur. Şirin olur. Bəli. Aha, lap yaxşı. Burada nə qədər işçi çalışır? Burada bir çox işçi çalışır. Biz də çalışırıq ki, kənd təsərrüfatına daha çox, daha əlverişli mal ixrac eləyək. Çox gözəl. Bu sahə xeyirli, uğurlu, ruzlu, bərəkətli olsun deyirik əziz tamaşaçılar və bu sahədə hal-hazırda çiyələk yığan gözəl xanımlarımız var. İstəyirəm ki, o gözəl xanımlara yaxınlaşım, onlarla bərabər həm söhbət olun. Əziz izləyicilər, çəkilişlərimiz davam edir. Mən istəyərdim ki, çiyələk yığan, bax bu gözəl xanımla bərabər həm söhbət olaq. Salamlayıram sizi, xoş gördük. Adınızı öyrənək. Xoş gününüz olsun, Fatma. Çox gözəl, yorulmayasınız. Həmişə iş başında, bərəkətli olsun deyirik. Bax bu istidə yorulmursunuz bu çiyələyi yığanda. Xeyr, yorulma. Öyrəşmisiniz? Öyrəşmişik. Zəhmətkeş xanımlar bax belədir. Gündə nə qədər yığırsınız bu çiyələkdən? Mən təqribi bir 60-a qədər yığıram. O bir işçilər də bu qədər yığır? Bəli, yığırlar. Yığırlar, maşallah, maşallah. Ruzlu bərəkətli olsun deyin. Çox sağ olun, Allah köməyiniz olsun. Allah Taala'dan arzum budur ki, bu çörəyi bizə kim verib, Allah ona can sağlığı versin. Sahəmizə bərəkət versin. Amin. Cəmaatı çörəksiz qoymayıb. Allah da onların çörəyini bol eləsin. Amin inşallah. Dadına baxa bilərəm. Hə, bax. Gözəl xanım bunu yığıb, mən də istəyirəm bu çiyələyin dadına baxım. Açıq havada
yetişdirilən, yəni ki, istixana olmadan yetişdirilən çiyələklər həmişə dadlı olur deyirlər. Əziz izləyicilər, soyuducu ambara daxil olmuşam. Həmişə mənim üçün də, siz tamaşaçılar üçün də bilirəm ki, maraqlı olub ki, bax, çiyələk soyuducu ambarda necə saxlanılır, hansı şəraitdə saxlanılır və xarab olurmu? Bütün bu suallarımıza cavab Kral S Fermer şirkətinin nümayəndəsi cavab verəcək. Özdə buradan nə gözəl qoxu gəlir, bəh, şipşirin bir qoxu gəlir. Xoş gördük, salamlayıram sizi. Hoş gündə olasınız. Adınızı öyrənək. Hoş gəlmişsiniz, Ağarzadır. Çox gözəl, yorulmayasınız, həmişə iş başında. Bax, soyuducu ambarda çiyələk ən çox neçə gün saxlanılır? Soyuducu ambarda çiyələk ən çox 3 günə qədər, 3 sutkaya qədər saxlamaq olur. Saxlamaq olur. Ondan sonra da daxili bazara göndərilir. Bəli. Təxmini burada nə qədər çiyələk saxlamaq olar? Bax, bu soyuducu ambarda. Soyuducu ambarda hardasa bir yığsan ümumilikdə 26 palet hardasa bir saxlamaq olar. 10 tona yaxın saxlama olur. Əziz izləyicilər, Lənkəranda çəkilişlərimiz bax beləcə başa çatır. Kral S Fermer şirkətinin rəhbərliyi başda olmaqla bütün kollektivinə dərin təşəkkürümüzü bildiririk. Bax, bu əkin sahəsindəki xeyirli olsun, ruzlu, bərəkətli olsun, dadlı, şipşirin çiyələkləri ölkə bazarına, həmçindəki ölkə bazarındakı sahibkarlar vasitəsilə də xarici bazarlara ixrac edirlər. Bir daha təşəkkür edirik sizə. Xoş gəlmişsiniz sizə. Çox sağ olun, var olun. Təşəkkür edirik. Lənkərandan hər kəsə şipşirin, çiyələkli salamlar deyirik. Saadətlə Salam Azərbaycana baxırsınız.